Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də Affa Ulduz Xan görüşünü sizlərə təqdim edirik. Görüş başladı, komandaların heyətləri ilə sizi tanış edirəm. İlk növbədə Xanla başlayaq. Qapıda 1 Fərid Heybətov, 4 Aqil Mirzəliyev, 7 Məhəmməd Məmmədli, 9 Hakan Budaqlı, 16 İsrafil Qəbulov, 17 Amir Əliyev, 20 Akif Arif Müzəffərov. Komandanın baş məşqçisi Samir Sultanovdur. İndi isə Ulduzda hal-hazırda meydanda olan 7 oyunçunu sizlərə təqdim edim. 1 nömrə Həmzə Məmmədli, 6 Əhməd Əhmədli, 7 Yunis Əliyev, 9 Osman Hüseynov, 10 Yusuf Qasımlı, 15 Yusif Rüstəmov, 17 qapı istiqamətinə zərbə qapıcı Fərid qapısında diqqətlidir. 17 Cahangir Cəfərli komandanın baş məşqçisi Elvin Əsədullayevdir. Hər hansısa bir oyuncu dəyişikliyi baş verərsə onu da sizə təqdim edəcəyik. Ulduz komandası bu dəqiqələrə hücum qurmağa çalışırdı. Outdan Ulduz dərhal topu oyuna daxil edir. Osman Xan komandası, yox, onlar da topu itirirlər. Əhməd qısa ötürmələr. Ulduz çox gözəl ötürmələr istifadə, içəriyə doğru ötürmə qapıcı Fərid. Cahangirin içəriyə doğru ötürməsi idi. Ulduzun irəlidə pressingi var. Outdan top dərhal oyuna daxil edilir. Hörmətli tamaşaçılar, qeyd edim ki, bu oyundan əvvəl Gol TV'də U8 liqası Tekin step görüşü sizlərə təqdim olundu. Yusif Cahangir Xan komandası topu alır və hakim isə qayda pozuntusu qeydə alır. Cəlmə zərbəsini Əhməd Əhmədli yerinə yetirəcək, komandanın 6 nömrəli futbolçusu. Cahangir, amma hakim topun yenidən oyuna daxil edilməsini istədi. Yenidən Əhməd, Ulduz komandasının 6 nömrəli oyuncusu. İçəriyə doğru ötürmə qap və Osman son zərbə ondan gəlir. Cəlmə zərbəsindən Aqil Xan komandasının 4 nömrəli oyuncusu topu oyuna daxildir. Birbaşa qapı istiqamətinə qapıcı. İkinci zətdə topu qazanır. Qapıda 12 Rasim Rəfiyev dayanıb, biz isə Həmzəni sizə təqdim etmişdik. Ulduz komandası ev tapşırığı istifadə edir və top meydanı tərk edir. Fərid top oyuna daxil edir. Out. Xan topu oyuna daxil edəcək. Qapı istiqamətinə zərbə və hesab açılır. Gözəl gol izləyirik. Xan komandasının 10 nömrəli futbolçusu Nihat Əli uzaq məsafədən gözəl qola imza atır. Outdan Yusif Yunus üzr istəyirəm. Daha bir irəliyə doğru ötürmə, hesab bir qədər də arsa bile, amma komandanın 15 nömrəsi Yusuf Rüstəmov qola mane olur. Out. Hakim isə təqdim etmədim ki, Niyaz Əmir Aslanovdur. Əhməd irəliyə. Xan irəlidə topu qarşıdır, qapıya aşırma, daha bir zərbə, ikinci topu vurur. Xan komandası Hakanın qoludur. 9 nömrəli oyuncu Güncən zərbə ilə Hakan topu oyuna daxil edəcək. Daha bir ev tapşırığı Nihat içəriyə
Osman topladı, komandanın kapitanı solda oynuyor. Yunis Əliyev, Yunis sol ayaqla qapıya zərbə və buraxılan qollardan bir nəvədə çıxılır. Fərq minimum menir. Yunis Əliyev və bu cür qol sevinci yaşayır. Uzun 7 nömrəli futbolçusu. Rasim irəli oynuyor. Xan top irəlidə qarşı qapıya. Daha bir zərbə, top qapıdadır. Ulduzun qolundan bir dəqiqə keçmədi. İsrafil adı bu cür qeyd olunub. Topu Ulduz komandasının qapısına göndərir. Osman topu oyuna daxil edir. Out. Agil ondan ötürmə gözləyir içəriyə. Təhlükəli bir ötürmə idi. Yenidən Yunis Ulduzun sürətli hücumuna başlaya bilərdi. Agil topu meydanda saxlayır. Hakan. Hakan topladı. Mərkəzə ötürmə. Nihat. Yunis onun qarşısındadır. Ötürmə. Kapitan. Yenidən Yunis. Yunis aşılmaz zərbə, top qapı dirəndərək oyuna qayıdır. Daha bir zərbə qapçıq. Fərid Heybətov. Məhz TikTok hesabında adı bu cür gedir. Koxalski. Abdullahın zərbəsinin qarşısını kəsir. Kümzən zərbə ilə Ulduz komandası hücumunu davam etdirəcək. Bəli, hakim topun oyuna daxil edilməsinə icazə verir. Güncəlbə çəliyə və qapçı Fərid Heybətov əla reaksiya göstərir. Bir daha ona əbəs yerə Koxalski deyilməməsini göstərir. Qapı istiqamətinə kapitandan gəlir Osman Hüseynov. Outdan Nihat. Nihatdan içəriyə daha bir ötürmə, top meydanı tərk edir. Beləliklə ilk hissə başa çatır, hörmətli tamaşaçılar. Qısa fasiləyə ayrılırıq. Bir daha vaxtınız xeyli olsun, hörmətli futbol azarkeşlər. U10 liqasında Ulduz Xan görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. İlk hissədə qapılara 4 gol vuruldu, 3 gol Xandan gəldi, 1 gol isə Ulduz. Hal-hazırda onu gördünüz, Yunis Əliyev. İnanırıq ki, ikinci hissə daha gözəl. Alınacaq qapçı topu oyuna daxil edir. Kapitan Osman. Osman bir rəqibində keçdi, qapını yoxlayır, amma yox ötürmə. Yunis istiqamətin qapçı Fərid irəli çıxıb, Yunis topladı. Yunis mərkəz istiqamət bir qədər geriyə, qapıya zərbə, top qapı dirəndəyərək qapıya daxil olur. Ulduz daha bir gol vurur. Yusuf Qasımlı, Ulduzun 10 nömrəsi. Fərid bir qədər irəli çıxmışdı. Nihat ötürmə, yaxşı bir ötürmə idi, çox gözəl qolla vurulur. Alqışa layiq bir ötürmə. İsrafil bu fürsəti boşa vermir. Ötürmə çox möhtəşəm alınmışdı. Əhməd Xan qarşılayır, Nihat ilk hissədə bu cür məsafədən gözəl gol vurmuşdu. Fərid Heybətov və səhv bir ötürmə, Cahangir qapıya zərbə, qapçı Fərid bu dəfə komandasını qoldan xilas edir. Raul qarşılamışdı. Qarışıq bir vəziyyət yaranır. Nihat qapı istiqamətinə zərbə, daha bir gol vurulur.
9 nömrəli oyuncu Hakan idi. Səhv etmirəmsə topu qapıdan keçirir. Cəlmə zərbəsindən Aqil Mirzəli. Xanın 4 nömrəsi. Hakimlə işarə gəlir birbaşa. Qapıya zərbə, daha bir gözəl qol vurulur. Aqil Mirzəli. Cəlmə zərbəsini Cahangir Cəfərli. Hakim Cahangir canlı səddin geriyə çəkilməsini istədi. Qapı istiqamətinə təhlükəli alınır, amma o topu qapının üstündən vurur. Gün zərbəsi ilə Nihat top oyuna daxil edir. Və artıq görüşün başa çatır hörmətli tamaşaçılar, hər iki komandaya gözəl oyuna görə təşəkkür edirəm. Sağ olun, gələn görüşlərə dək.